اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، والعاقبة لأهل التقوى واليقين، والصلاة والسلام على رسول الله الأمين محمد صلى الله عليه وآله وسلم، وعلى آل بيته الطيبين الطاهرين المعصومين عليهم السلام، ولعنة الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Ramazan ayının 22. günün duası: Allahümme ftahli fihi əbvabə fədlik. İlahi, bugün fəzilət qapılarını mənim üçün aç. Və ənzil aleyyə fihi bərəkətikə. İlahi, bugün mənə bərəkətini nazil et. Və vəffiqni fihi limucibəti mərdatikə. İlahi, sənin razılığın olan işlərdə məni müvəffəq et. Və əsqinni fihi bihububəti cənnətik. İlahi, məni cənnətin gözəl məkanlarında, gözəl yerlərində məni sakin et. Ya mucibə dəvətil mustarrin. Ey çətinliklərdə Allaha üz tutan, çətinliklərdə sənə üz tutanların duasını qəbul edən Allah. Bugün də biz Allahdan çox gözəl əməllərə sahib olmağı istəyirik ki, Allahın razılığını əldə etmək üçün Allahın fəzilətini, Allahın fəzlini bizə şamil olmasını, Allahın bərəkətinin bizə nazil olmasını Allahdan istəyirik. Allah Ramazan ayının bərəkətini hər birimizin qəlbinə nazil etsin inşallah. Biz 21-ci günün duasında şeytanla bağlı olan məsələlərə toxunmuşduq və şeytanın insana olan kinindən, şeytanın insana olan küdurətindən, şeytanın insana olan düşmənçiliyindən və o ayələrə baxdıq ki, belə bir nəticə əldə etdik ki, şeytanın bir missiyası var, şeytanın bir vəzifəsi var və bunu Allahdan istəyib, Allah ona bunu əta edib ki, qiyamətə qədər şeytanlarda belə bir güc var, belə bir qüvvət var ki, hər bir halda insana müdaxilə edə bilir. Ancaq salih əməl sahiblərindən başqa. Şeytan özü buyurur ki, mən bütün insanları yoldan azdıraram, amma salih bəndələrindən başqa. Yəni, şeytanın bir missiyası var, şeytanın bir düşüncəsi var, insanı Allahın əmrindən uzaqlaşdırmaq, insanı yolundan, haqq yoldan azdırmaq. Və inşallah bugün də insanın şeytandan özünü necə müdafiə etməsi, yəni hansı əməlləri insan etməlidir ki, hansı əməllərə sahib olmalıdır ki, şeytan ona müdaxilə edə bilməsin, şeytan onu yoldan azdıra bilməsin. 1-ci Nur surəsinin 21-ci ayəsində Allah buyurur: Ya eyyuhəl-ləzīnə āmenū. Allah iman gətirənlərə xitabən buyurur. Ki, keçən dəfədə qeyd etdik ki, bir neçə yerdə ki, Allah buyurur: Lə təttəbi'u xutuvatiş şeytan. Şeytanın addımlarına tabi olmayın. İndi bu ayədə şeytanın addımları nədir, hansıdır? Yəni, hansı əməllər şeytanın addımlarıdır, şeytanın getdiyi yoldur? Allah xitabən möminlərə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər. Lə təttəbi'u xutuvatiş şeytan. Şeytanın addımlarına tabi olmayın. Və mən yəttəbi'u xutuvatiş şeytan. Şeytanın addımlarına tabi olan, kim tabi olsa, فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاءِ وَالْمُنْكَرِ. Bilsin ki, şeytan ona əmr edir. Nəyə? Vəl-fəhşa vəl-munkar. Pis və çirkin əməllərə. Fuhuş sözü, yəni çox mənalı sözdür. Pis sözlər, ədəbsizlik, əxlaqsızlıq, hətta zülm etmək, zina etmək, açıq-saçıqlıq mənalarını daşıyır. Yəni, şeytanın addımlarına tabi olan şeytan insanı bu yollara əmr edər. Munkar sözünün mənası isə günah, pis əməllər, haram işlər mənasındadır. Yəni, hər iki mənaya diqqət eləsək, görərik ki, şeytanın addımlarına, şeytanın hilələrə tabi olan şəxs, şeytan ona hökm edər, əmr edər ki, çirkinliklərə, əxlaqsızlığa, pis yollara, açıq-saçıqlığa, pis əməllərə əmr edir.
İkinci, haram yemək şeytanın addımlarındandır. Yəni haram qida qəbul etmək, haramın dalınca getmək şeytanın addımlarından. Bəqərə surəsi 168-ci ayədə Allah buyurur: Ya əyyuhənnas. Allah artıq burada iman gətirənlərə yox, bütün bəşəriyyətə xitab edir. Yəni bütün insanlığa xitab edir. Kulu fil ardı halalan tayyibən. Yer üzərində halal, pak nemətlərdən yiyin. Yəni burada diqqət ediləsi məsələ odur ki, halal yemək tək müsəlman, möminə məxsus deyil. Halal qida yemək bütün insanlığa şamildir. Yəni haramdan uzaq durmaq tək möminə şamil olunmur. Bütün insanlığa şamildir ki, yer üzərində halal olan, pak olan nemətlərdən yemək. Deyir, ey insanlar, yer üzərində olan halal, pak nemətlərdən yiyin və la təttəbi'u xutuvatiş şeytan. Şeytanın addımlarına tabe olmayın. Yəni halaldan uzaqlaşıb haramın dalınca getmək, bu da şeytanın addımlarındandır. İnnehu lakum aduvvun mubin. O sizin açıq-aşkar düşməninizdir. Yəni insan bəzən bir insanla dostluq eləyir, yol yoldaşlıq eləyir, amma onun ona qarşı olan kinini, düşmənçiliyini hiss eləmir. Elə bir məqam gəlib çatır ki, o öz düşmənçiliyini göstərir. Amma Allah şeytanın hər zaman insanın açıq-aşkar düşmən olduğunu Qur'an-ı Kərimdə dəfələrlə buyurur. İnnehu lakum aduvvun mubin. Həqiqətən o sizin açıq-aşkar düşməninizdir. Başqa bir ayədə şeytanın addımlarından bəhs olunanda, şeytanın yəni hiləsi nədir? Şeytan hansı yolla insanı, hansı əməllə insanı yoldan çıxardır və şeytanın getdiyi yollardan hesablanar? İsraf etmək. Buyurur, İnnəl mübəzzirinə kənu ixvanuş şeyatin. Həqiqətən israf edənlər şeytanın qardaşlarıdır. Hətta nəinki şeytanın addımı ilə getmək, hətta bu ayədə şeytanın qardaşı qismindədir o israfçı insanlar. Və kənə şeytanu li rabbihi kəfura. Həqiqətən də yəni şeytan Rəbbinə qarşı kafir olanlardandır, kafir oldu. Ki bu ayədə biz görürük ki, israf etməklik şeytanın əməllərindəndir. Yasin surəsində şeytanla mübarizənin yollarından biri də şeytana ibadət etməməkliyi Allah buyurur. Yasin 60-cı ayədə buyurur ki, Ələm əhəd iləykum yə bəni Ədəm. Mən sizinlə əhd etmədimmi ki, ey Adəm, ən la tə'budu şeytan, şeytana ibadət etməyin. Yəni bu ayədə görür ki, şeytana ibadətdən danışılır. Yəni ibadət o mənada deyil ki, yəni şeytanın qarşısında təzim edəsən, ruku edəsən, səcdə edəsən. Xeyr, şeytana ibadət odur ki, necə ki biz Allaha ibadət edəndə Allahın əmrlərinə tabe oluruq, Allahın buyurduqlarını yerinə yetiririk. Həm namaz qismində məsələn ruku səcdə edirik, həm də digər vacib əməlləri yerinə yetirən zaman biz Allaha ibadət edirik, itaət edirik. Burada da şeytana da ibadət odur ki, yəni insan şeytanın addımları ilə getməsin, şeytanın hilələri ilə getməsin, şeytanın vəsvəsəsinə uymasın. İnnehu lakum aduvvun mubin. Həqiqətən şeytan sizin açıq-aşkar düşməninizdir. Şeytanla mübarizə aparmağın yollarından da biri pula, mala, vara, dövlətə həris olmamaq. Yəni bir insan vara həris olarsa, bir dövlətə, pula həris olarsa, o zaman insan hər bir günahı edər. Hər bir günahdan qaçmaz. Əgər həris olarsa, vara, dövlətə bağlı olarsa, bunu əldə etmək üçün bütün günahlara yol atar. Həzrət Əmir əl-Müminin əleyhissalam buyurur, çox gözəl buyurur, bir insan hərisun alə ma muniə min. İnsan qadağan olunmuş şeyləri daha çox hərisdir. Yəni o şey ki, insana qadağan olunub, insan onu əldə etmək üçün daha çox yollara əl atır. Çalışır ki, onu əldə eləsin. Niyə? Çünki o qadağan olunub. Yəni əleyhissalam onu bildirmək istəyir ki, insan hərisdir o şeyə ki, qadağan olunub. Şeyx Saduq rəhmətullah aleyh Amalə əsərində belə bir rəvayət nəql edir. Deyir, İnnə əvvələ dirhəmin və dinarin duribə fil ard. Yer üzərində ilk dəfə dirhəm və dinar yəni hazırlananda nəzərə iləyhimə iblis. İblis baxdı onlara. Fələmmə əyənəhumə əxəzəhumə fəvədəəhumə əl-əyneyh.
Şeytan baxdı onlara, müayinə elədi. Yəni o yanına baxdı, bu yanına baxdı və onları götürdü, gözünün üzərinə qoydu. Gözlərin üzərinə qoydu. Summa dammahuma ila sadri. Sonra sinəsinə bastı. Summa saraxa sarxatan. Sonra elə bir qışqırdı ki, sonra dedi ki, entuma qurratu aynim. Siz mənim gözümün nurusuz. İlk dəfə pul yarananda şeytan elə bil ki, yer üzərində şeytana daha bir güc qatıldı. Şeytana ki, gücü var idi, qüdrəti var idi, insana müdaxilə eləsin, insanı yoldan azdırsın. Pul kəşf olunanda, yer üzərində ilk dəfə pul hazırlananda şeytanın gücünə daha da bir güc əlavə olundu. Şeytan onlara baxır, buyurur ki, siz mənim gözümün nurusuz. Və səməratu fuadi, mənim qəlbimin meyvəsisiz. Artıq şeytan biraz da rahatlayır ki, mənim işim asanlaşır. Mə ubali min bəni Ədəm izə əhəbbukuma ən la ta'budu vətənən. Deyir, artıq mənim marağımda deyil, yəni mənim üçün əhəmiyyətli deyil. Bəni Adəm bütə sitayiş edir, yoxsa yox. Mənim üçün maraqlı olan odur ki, kifayətdir ki, Bəni Adəm sizi sevsin, yəni sizə məhəbbət bəsləsin, sizə bel bağlasın, sizə daha həris olsun. Əgər Bəni Adəm sizə məhəbbət eləsə, sizə həris olsa, daha mənim üçün maraqlı deyil ki, mən gedim onu yoldan çıxardım ki, Allaha yox, bütə sitayiş eləsin. Özü bilər, kimə sitayiş edir eləsin, istəyir Allaha ibadət eləsin, istəyir bütə sitayiş eləsin, mənim marağımda deyil. Mənim üçün bir dənə kifayətdir ki, insan sənə tamah salsın, sənə məhəbbəti olsun. Həqiqətən də biz onu görürük ki, insanlar pula hərisləyir, görün nə həddədir ki, yəni o qədər pula hərisdilər ki, vara, dövlətə hərisdilər ki, olmayan zülümlər qalmır. Yəni pula görə bir-birinə zülm edirlər, bir-birinin haqqını tapdalayırlar, bir-biri ilə düşmənçilik eləyirlər. Hamısı nəyin üzərindədir? Şeytanın ürəyinin yəni meyvəsi olan, gözünün nuru olan o pula görə. Artıq şeytana bir güc gəldi ki, insanlar pula həris olacaq, kimə sitayiş edirlər, nə ibadət edirlər, kimə ibadət edirlər, mənim üçün maraqlı deyil. Və həsbi min bəni Adəm ən yuhibbukuma. Deyir, mənim üçün kifayətdir ki, mənim üçün bəsdir ki, Bəni Adəm sizi sevsin, sizə məhəbbət bəsləsin. Artıq bu mənə kifayət edir. 6-cı şeytanla mübarizə aparmağın yollarından da biri odur ki, Qur'an-ı Kərimdə Allah buyurur, iman və təvəkkül etmək və Allaha sığınmaq. Nəhl surəsi 98-99-cu ayələrdə Allah buyurur, فَإِذَا قَرَأَتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ. Elə ki, Qur'an oxudun, rəcim şeytanı, qovulmuş şeytandan Allaha sığın. Birinci bu, Allaha sığınmaq. İnnehu leysə lehu sultanun alellezine amanu və alə rabbihim yetevekkalun. Ən mühüm məsələlərdən də biri budur ki, şeytanın sultanlığı olmaz, hakimliyi olmaz, hökmranlığı olmaz o şəxslərin üzərindəki əmənu, Allaha iman gətirənlər. İman deyəndə tək dildə iman nəzərdə tutulmur. Yəni tək dildə bir insan desin ki, kəlmə-i şəhadəti desin, mən Allaha iman gətirdim. Dildə deyilən iman naqis imandır. Hədislərdə var ki, kamil insan, kamil iman odur ki, qəlblə iqrar edəsən, yəni qəlbində təsdiq edəsən, dillə iqrar edəsən və kamil olması üçün əməllərində onu göstərəsən. Yəni sənin əməllərində iman özünü göstərmirsə, iman özünü əks etdirmirsə, sənin imanın naqis imandır. Şeytan o cür iman əhlinə asanlıqla yol tapar. Amma həqiqi iman, kamil iman əhli olana şeytanın sultanlığı olmaz. Yəni qəlbində təsdiq, dilində iqrar və əməlində onu təsdiq edən iman əhlinə şeytan deyir, Allah Quran-ı Kərimdə buyurur ki, bu cür möminlərə, bu cür iman əhlinə şeytanın sultanlığı olmaz. Və alə rabbihim yetevekkalun. Bir də Allaha təvəkkül edənlərə, yəni işlərində Allaha təvəkkül edənlərə şeytanın hökmranlığı olmaz. Ki biz bu ayələrdə belə nəticə əldə edirik ki, insan Allahın əmrinə itaət etdikcə, Allaha ibadət etdikcə, dünya malına həris olmadıqca, Allaha iman, həqiqi iman gətirdikcə, Allaha təvəkkül etdikcə, Allaha sığındıqca artıq şeytana qarşı mübarizədə olur. Və belə bir şəxsə şeytanın hücum etməsi faydasız hücumlardan olar. Yəni şeytanın artıq bu cür insanlardan ümidi üzlər.
əli qolu bağlanar ki, mən bu insana hakim ola bilmirəm. Allaha and verək izzət-i cəlına xatir. Allah bizi şeytanın hilələrindən, vəsvəsələrindən uzaq eləsin və şeytanı bizə hakim yox, bizi şeytana hakim olanlardan qərar versin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh.